Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün Zərdabda yerləşən şadlıq evlərindən birində bədbəxt hadisə baş verib. Çallı kənd sakini 1979-cu il təvəllüdlü Səbuhi Rafiqoğlu Kərimov toy məclisi zamanı oynayarkən qəfil vəfat edib. Bildirilir ki, uzun illərdir Bakıda yaşayan və usta kimi çalışan Səbuhi Kərimov toy üçün doğma kəndinə gedibmiş. Faktla bağlı araşdırma aparılır. Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb. Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Mustafayevanın meyiti evində tapılıb. Onun boğularaq öldürüldüyü ehtimal olunur. Araşdırma aparılır.